Bəli, görsənir. Burada skalyoz var. Çiyini bu tərəfdə aşağıdır, o tərəfdə yuxarıdadır. Eyni zamanda bu kürək sümüyünün tinidir. Burada da əməli başlı 2 barmağa qədər fərq var. Bəli, Və görsənir. bununla ona görə əyilir ki, bədən çalışır ki, başı vertikal düz vəziyyətdə saxlasın. Və dərmanları kəsəndən neçə müddət sonra şiş çəkilir? 5-6 ay sonra. Gör, o qədər müddətə kəsilib. İndi hazırda neçə vaxtdır siz Parkinson dərmanı qəbul etmirsiniz? İl yarımı var. İl yarımını bir dənə də Parkinson dərmanı qəbul etmirsiniz. Düzdür. Biz də müalicəmizdə inteqrativ tibb olaraq kimyəvi dərmanlardan istifadə etmirik və Parkinson xəstələrinin hansı ki bizə müraciət edib, o dərmanları qəbul edirlər. Onları orqanizmin ona verdiyi cavaba uyğun olaraq dozasını tədricən müalicə əsasında aşağı endiririk. Bəzi insanlarda bu xanım kimi dərmanlardan istifadə etmədən həyatını davam edir. Bəzisi isə gündə birindən 5 dəfə, birindən 3 dəfə, bəzi insanlar var ki, 3-4 Parkinson dərmanını eyni vaxtda qəbul edirlər. Onları bir neçəsini çıxardırıq rasionundan və olur ki, xəstə bir tabletkadan 2 dəfə qəbul etmiş olur. Yəni 5 milli yırtıq istəyir 15 milli yırtıq olsun. Əgər xəstədə keyləşmə, ayaqda arıqlama yoxdursa, CD-yə getməyində, nəfsi saxlamaqda problemi yoxdursa, bu müalicə olunmalıdır. Parkinson xəstəliyini MRT göstərirmi? Xeyr, MRT-də Parkinson multifaktorlu bir xəstəlikdir, bir səbəbdən yaranmır. Çox insanlarda, mən uzun illərdir bu işlə məşğulam, xronik stres və yaxud da kəskin stres fonunda yaranır və müəyyən insanlarda dəm qazından zəhərləmələr var, onlardan sonra yaranır. Bəzi insanlarda genetik faktor var, amma bu çox azdır. Bir də beyin qan dövranının pozulmasından ən çox olanları deyirəm. Ondan yaranır ki, əgər beyin qan dövranının pozulmasından yaranıbsa, bəli, onda beyində xronik işemik ocaqları biz görmək istəyirik.